Azərbaycan kompassız bir gəmiyə bənzəyirdi. Xaos, anarxiya. Heydər Əliyev əgər gəlməsəydi, Azərbaycan parçalanacaqdı. Azərbaycan əyalətlərə bölünəcəkdi. Azərbaycan hansısa ola bilər ki, qonşu ölkələrin əyalətinə çevriləcəkdi. Azərbaycan xalqı onların quluna çevriləcəkdi. Heydər Əliyev gəldi, Azərbaycanı xilas elədi. Və yadınızdadır, hələ gəlib neçə dövr mübarizələr getdi, Gəncə hadisələri. Qusarda Sadva, Lənkəranda Cənub hadisələri və bütün bu hadisələrin qabağını kim aldı? Heydər Əliyev aldı. Heydər Əliyev öz sağlamlığı, öz canı bahasına riskə getdi. Bütün bu qüvvələri ram elədi, şər qüvvələri ləğv elədi. Əgər gəlməsəydi, Azərbaycan parçalanacaqdı.